Lənkəranda içkili halda traktorla avtoxuliqanlıq edən sürücü saxlanılıb. Belə ki, axşam saatlarında Lənkəran rayonu ərazisində arxasında ot bağlamaq üçün qoşqu olan Belarus markalı traktorun sürücüsünün nəqliyyat vasitəsilə təhlükəli manevr etdiyi müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmaq istəyib. Polis tərəfindən nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü Elvin Mirzəyevin sərxoş olduğu müəyyən edilib. İş yolundan gəlirdim. Lənkəran aeroport yanında yol patrul xidmətləri saxlanmını yerinə yetirmədim və içkili olduğuma görə qaçmaq istədim. Yol hərəkəti qaydalarını kobud formada və davamlı şəkildə pozaraq digər nəqliyyat vasitələri və piyadalar üçün ciddi təhlükə yaradan həmin sürücü tərəfimizdən saxlanıldı və rayon polis şöbəsinə gətirildi. Həmin sürücü barəsində tərtib olunmuş inzibati protokol aidiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərildi. Qeyd etmək istəyirəm ki, həmin sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir.